Bu ne cipsi değil, ne de nuggets değil. İkisi birinde hazırlayabileceğiniz xırçıltılı çok lezzetli bir reseptle gelmişim. İlk önce qaba 2 ədəd yumurta, un, su ve ədviyyatlar əlavə edib yaxşıca qarışdırırıq. İndi keçək əsas məsələyə. Bizə yumru lavaşlardan lazım olacaq. Toyuq filesini soğanla blenderdan keçirdib lavaşın üzərinə yayırıq. Çox götürməyinizə ehtiyac yoxdur. Elə bir dolu xörək qaşığı əlavə etsəz bəsdir. Yaxşıca yaydıktan sonra videoda göstərdiyim formada kəsirik. İlk önce hazırladığım yumurtalı qarşıma, daha sonra isə suxarıya batırırıq. Məhsulları almaq üçün Almarketə üz tutdum. Almarketdə soyuq havalarda isti indirimlər kampaniyası başlayıb. Demək olar ki, mağazadakı bir çox məhsullar hal-hazırda endirimdədir. Hətta dekabrın 1-dən 31-nə qədər yeni il kampanyaları da mövcuddur. Qida və qeyri-qidalardan əlavə yeni il aksesuarlarına da endirimlər var. Bayram bazarlığını cibinizə qənaət edərək etmək istəyirsinizsə, mütləq Almarketdəki endirimlərdən yararlanın. Ən sonda lavaşları bol duru yağda 2-3 dəqiqə qızardırıq. Videom qarşınıza çıxdısa səhifəmi izləməyi unutmayın. Hələlik.